Bugün məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Prosesləri həmçinin əməkdaşımız Rəqsanə İbrahimzadə də izləyir və ona bağlanmaq istərdik. Son informasiyaları ondan almağa çalışacağıq. Hər vaxtın xeyirli olsun Rəqsanə. Son informasiyalar nədir? Biz buraxılışımız boyunca bəzi hökmləri tamaşaçıların diqqətinə çatdırdıq. Ümumiləşdirilmiş məlumatları səndən alaq. Ümumiyyətlə proseslər necə keçdi? Buyur, söz səndə. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, biz hazırda Bakı Hərbi Məhkəməsindəyik və burada Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə, insanlıq əleyhinə müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin ittiham prosesi keçirilir, yəni məhkəmə prosesi keçirilir və bəzi son dəqiqə xəbərlərini diqqətinizə çatdırmaq istəyirəm. Dediyimiz kimi hökm elan olundu onlarla bağlı, yəni erməni vətəndaşlarla bağlı. Ən son əldə etdiyimiz informasiya budur ki, Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda digər 5 şəxslə bağlı ömürlük azadlıqdan məhrum etmə xəbərləri də var. Onları da diqqətinizə çatdıraq. Aray Karutunyan, eyni zamanda Levon Mlatasakyan ömürlük azadlıqdan məhrum edilib qəti şəkildə. Eyni zamanda David Manukyan, David İşxanyan, David Babayan da ömürlük azadlıqdan məhrum edilən erməni vətəndaşlar siyahısındadır və bugünkü keçirilən açıq məhkəmə prosesində 15 erməni vətəndaşın, təqsirləndirilən erməni vətəndaşın məhkəmə prosesi keçirilir və elə biz səhər saatlarından etibarən Bakı Hərbi Məhkəməsində öz yerimizi almışıq və burada baş verən prosesi izləyirik. Məsələn, məhkəmə zalında da həmin şəxslərlə bağlı hansı maddələrlə təqsirləndirildikləri ilə bağlı da elə hakimlər hökm oxudular və proses hazırda da dediyimiz kimi davam etdirilir və 15 erməni vətəndaşın, təqsirləndirilən erməni vətəndaşın ittiham olunması ilə bağlı məhkəmə prosesi aparılır və təbii ki, Azərbaycan xalqına qarşı 1-ci Qarabağ müharibəsində, Xocalı faciəsində, eyni zamanda 44 günlük vətən müharibəsində çoxsaylı cinayətlər törədilib. Eyni zamanda yəni dediyimiz kimi bir sıra hadisələr də yəni bu istiqamətdə məlumatlar da təqdim olunur və Arkadi Qukasyan da dediyimiz kimi ən son əldə etdiyimiz informasiya budur ki, 20 il müddətinə azadlıqdan məhrum edilib. Son yəni informasiya budur, son dəqiqə xəbəri budur və dediyimiz kimi 44 günlük vətən müharibəsi Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi və paralel olaraq Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə müharibə cinayətləri törədən şəxsləri də məsuliyyətə cəlb etdi. Haqq ədalətin bərpa olunması istiqamətində addımlar atdı. Təbii ki, Prezident İlham Əliyev də elə bu məsələ ilə bağlı dəfələrlə bildirib ki, haqq ədalətin bərpa olunması istiqamətində addımlar atılacaq və davam etdiriləcək. Bir məqamda vurğulayım ki, məsələ həmin şəxslərin hakim qarşısına çıxarılması zamanı Azərbaycana beynəlxalq təzyiqlər də mövcud idi və bütün bunlara baxmayaraq məhkəmə prosesi keçirilir və davam etdirilir. Dediyimiz kimi, bugün elə 15 erməni vətəndaşın məhkəmə prosesi keçirilir və artıq onlardan 5-inə ömürlük həbs cəzası verilib. Ömürlük azadlıqdan məhrum ediliblər. Məhz elə erməni vətəndaşlar Azərbaycandan ömürlük azadlıqdan məhrum edildilər. Məhkəmə prosesi keçirildi. Mən həmin şəxslərin adlarını bir daha xatırlatmaq istəyirəm. Levon Mlatasakyan, David Manukyan, Aray Karutunyan, David İşxanyan, David Babayan ömürlük azadlıqdan məhrum edildi və son dəqiqə xəbərinə görə də Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib və hökm hazırda da elə dediyimiz kimi elan olunur. Hökm prosesi davam edir və zərər çəkmiş şəxslər də məhz elə buradadılar və onlar da elə prosesə canlı şəkildə şahidlik edirlər və bir məqamda vurğulayım ki, hazırki məhkəmə prosesində əlavə bir hakim də təyin olunub ki, məhz elə hakimlərdən hansınınsa birinin səhhətində problem yaranarsa, digəri prosesi ələ alsın və bir məqamda xüsusilə vurğulanmalıdır ki, elə burada tərcüməçi kabini də var ki, məhz elə həmin şəxslər, yəni erməni vətəndaşlar özlərini müdafiə etmək hüququndan da bu formada istifadə edə bilərlər. Təbii ki, elə Bakı Hərbi Məhkəməsində onlar üçün bu şəraitdə yaradılıb və hazırda da hökm oxunması davam edir, proses davam etdirilir, açıq məhkəmə prosesi keçirilir və məhkəmə prosesi 2025-ci il yanvarın 15-dən etibarən başlamışdır və məhkəmə müşavirəsi də dekabrda gerçəkləşdirilmişdir. İndiki məqamda məsələ 5 fevral tarixində dediyimiz kimi artıq proseslərin sonuna doğru irəliləyirik və məhkəmə prosesi səhər saatlardan etibarən davam edir. 5 erməni vətəndaşa ömürlük azadlıqdan məhrum etmə cəzası verilib. Təbii ki, həmin şəxslər və son dəqiqə məlumatına görə Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Təbii ki, həmin şəxslər elə 1-ci Qarabağ müharibəsi, 44 günlük vətən müharibəsi, Gəncənin, Bərdənin bombalanmasında, çoxsaylı şəxslərin həyatını itirməsində yəni əli olan şəxslərdir və bu baxımdan da həmin şəxslərin ədalət qarşısına, ədalətin təmin olması istiqamətində də məhz elə bu addımlar atılır. Və çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, ətraflı və son informasiyaları diqqətimizə çatdırdığın üçün.